Salam əziz izləyicilər, hər vaxtınız xeyir olsun. Mən Azərbaycan dili üzrə təlimçi müəllim Qasımova Röya ilə bu gün sizlərə 23.09.2025-ci il tarixində təqdim etdiyim sualların izahını vermək istəyirəm. Gəlin vaxtımızı itirmədən keçək suallarımızın izahına. İlk sualımızla başlayaq. Söz birləşməsi ilə bağlı səhvi göstərin. Şagirdlər yarışanda aslı tərəfi subyekt olan fe'li birləşmədir. Biz bilirik ki, söz birləşməsinin iki tərəfi var. Aslı tərəf adlanan birinci tərəf və əsas tərəf adlanan ikinci tərəf. Bəs gəlin aydınlaşdıraq görək, subyekt nədir, obyekt nədir? Subyekt canlıdır. Necə ki, şagirdlər yarışanda söz birləşməsinin aslı tərəfində olduğu kimi. Obyekt isə cansızı ifadə edir. Məsələn, kitab. Gəlin baxaq görək, söz birləşməmiz fe'li birləşmədirmi həqiqətən də? Baxın, söz birləşməsi iki hissəyə ayrılır. İsmi birləşmə və fe'li birləşmə. İsmi birləşmə nədir? Əsas tərəfi, yəni ikinci tərəfi adlarla, məsələn, isim, sifət, say, zərflə ifadə olunan birləşmələrə ismi birləşmələr deyilir. Əsas tərəfi, yəni ikinci tərəfi məsdər, fe'li sifət, fe'li bağlama, yəni fe'lin təsriflənməyən formaları ilə ifadə olunan birləşmələr isə fe'li birləşmə deyilir. Burada yarışanda sözü fe'li bağlamadır. Fe'li bağlamada fe'li birləşmə hesab olunur. A variantı doğru cavab variantıdır. Lakin şərtdə bizdən səhvi istəyir. Gəlin B variantına baxaq. Atın qaçışı ismi birləşmədir. Əsas tərəfi düzəltmə isimlə ifadə olunub. Bəli, atın qaçışı söz birləşməsi ismi birləşmədir. Çünki əsas tərəf, yəni ikinci tərəfi adlarla, yəni isimlə ifadə olunub. Hətta əsas tərəf düzəltmə isimdir. Gəlin sözümüzü təhlil edək. Qaç sözün kökü ış leksik şəkilçi, atın qaçışı isə mənsubiyyət şəkilçisi hesab olunur. Qaçmaq fe'lindən qaçış ismi yaranmışdır. B variantı da doğru cavab variantı hesab olunur. Gəlin C variantına baxaq. İçəridəki qonaqlar ismi birləşmədir. Aslı tərəfi düzəltmə zərflə ifadə olunub. Söz birləşməmiz ismi birləşmədir. Bəli, çünki əsas tərəf adlarla, yəni isimlə ifadə olunmuşdur. Lakin aslı tərəfi düzəltmə zərf yox, düzəltmə sifətdir. Çünki dakı, dəki sifət düzəldən leksik şəkilçi hesab olunur. Bu baxımdan doğru cavab variantımız C variantıdır. Bizdə səhvi istədiyinə görə məhz C variantı da səhv hesab olunur. Çünki bayaqda qeyd etdiyim kimi aslı tərəfi düzəltmə zərf deyil, düzəltmə sifətdir. Gəlin D və Y variantlarına da aydınlıq gətirək. Onun dediyi aslı tərəfi əvəzliklə ifadə olunmuş fe'li birləşmədir. Aslı tərəf haraydı? Baxın bura, söz birləşməsinin birinci tərəfi. Bəli, onun əvəzlikdir. Fe'li birləşmədirmi? Bunu necə müəyyən edə bilərik? Təbii ki, ikinci əsas tərəfə baxmaqla. Həqiqətən də dığı şəkilçisi fe'li sifətə məxsus şəkilçi hesab olunur. Əsas tərəfdə fe'li sifət, məsdər, fe'li bağlama ilə ifadə olunubsa, deməli bu birləşmə fe'li birləşmə hesab olunur. E variantı. Azad edilən torpaqlar ismi birləşmədir. Aslı tərəfi fe'li sifətlə ifadə olunub. Gəlin baxaq. Azad etmək bir sözdür, torpaqlar bir sözdür. Bəli, ismi birləşmədir. Çünki əsas tərəf isimlə, yəni adlarla ifadə olunmuşdur. Aslı tərəf isə fe'li sifətlə ifadə olunub. Aslı tərəf baxın, azad edilən. Burada an, ən. Fe'li sifət şəkilçisi hesab olunur. Deməli, birinci sualda doğru cavab variantımız oldu C variantı. Gəlin keçək ikinci sualımıza. Hansı cümlədə say, mənsubiyyət həm də hal şəkilçisi qəbul etmişdir. Bunu müəyyən etmək üçün gəlin ilk növbədə bütün cümlələrdən sayı seçək. Gəlin A variantına baxaq. Uşaqların 6-sı da boy sırası ilə düzülmüşdür. Burada 6-sı saydı. B variantında birimiz burada olanda digərimiz qapının ağzında olmalıdır. Birimiz saydı. 40-cı illərin əvvəlində vəziyyət pisləşməyə başladı.
Burada say 40-cı sözüdür. İki qoçun başı bir qazanda qaynamaz. Burada sayımız 2 və 1. Y variantında isə üçünü də eyni qaba qoy. Sayımız üçüncü sözüdür. İndi gəlin bu cümlələrə bir daha diqqətlə nəzər yetirək. Saylarımızı müəyyən etdik. İndi bu sayların içərisindən bizə elə say lazımdır ki, say həm mənsubiyyət, həm də hal şəkilsini qəbul etmiş olsun. Gəlin baxaq. A variantı. Uşaqların 6-sı. 6 sözün kökü S bitişdirici I. Uşaqların 6-sı. I isə mənsubiyyət şəkilsi hesab olunur. 6-sı sayında mənsubiyyət şəkilsi var, lakin hal şəkilsi yoxdur. A variantı doğru cavab variantımız hesab olunmur. Birimiz burada olanda digərimiz qapının ağzında olmalıdır. Baxın, bizim birimiz burada olanda digərimiz qapının ağzında olmalıdır. Birimiz burada saydı. Sadəcə olaraq isimləşib. Bir sözün kökü bizim birimiz. İmiz isə mənsubiyyət şəkilsidir. Burada da say mənsubiyyət şəkilsini qəbul etmişdir. Lakin biz burada da hal şəkilsinə rastlamırıq. C variantı. 40-cı illərin əvvəlində vəziyyət pisləşməyə başladı. Burada 40-cı sözü saydı, bəli. Lakin biz bu sayda nə mənsubiyyət, nə də hal şəkilsi ilə qarşılaşmırıq. Ona görə nə B, nə C variantı da bizim doğru cavab variantlarımız olmadı. İki qoçun başı bir qazanda qaynamaz. D variantında da biz saylarda nə mənsubiyyət, nə də hal şəkilsinə rast gəlmirik. Y variantı. Üçünü də eyni qaba qoy. Baxın, gəlin bu sözün əvvəlinə yəllik halla bir söz əlavə edək. Məsələn, meyvələrin. Üçünü də eyni qaba qoy. Burada sözün kökü 3. Meyvələrin üçü. Baxın, burada ü mənsubiyyət, n bitişdirici, sonuncu ü isə təsirli hal şəkilsi hesab olunur. Deməli, üçünü həm mənsubiyyət, həm də hal şəkilsi qəbul etmiş say hesab olunur. Doğru cavab variantımız E variantıdır. Keçirik üçüncü və sonuncu sualımıza. İfadə vasitəsi baxımından təyinlərin ardıcılığını müəyyən edin. Baxın, burada bizə 3 cümlə verilmişdir. Birinci, ikinci və üçüncü. Gəlin əvvəlcə biz bu cümlələri təhlil edək. Buradan təyinləri müəyyənləşdirək. Daha sonra isə təyinlərin ifadə vasitəsini tapaq. Gəlmişdi, nə etmişdi? Gəlmişdi. Kim? Sənan. Hansı Sənan? Dostu Sənan. Baxın, burada dostu sözü təyindir. Birinci cümlədən təyinimizi tapdıq. Keçək ikinci cümləyə. Onun bizdən aldığı kitab çox bəyənildi. Bəyənildi. Nə etdildi? Bəyənildi. Nə? Kitab. Hansı kitab çox bəyənildi? Onun bizdən aldığı kitab. Burada da təyinimizi artıq tapdıq. Nə qədər bəyənildi? Çox bəyənildi. Keçirik üçüncü, sonuncu cümləmizə. Eyni sözləri tez-tez işlədərdi. İşlədərdi. Nə edərdi? İşlədərdi. Nəyi? Sözləri. Hansı sözləri tez-tez işlədərdi? Eyni sözləri. Burada da eyni sözü oldu bizim təyinimiz. Tez-tez isə zərflik. Deməli, biz hər üç cümlədən təyinimizi tapdıq. Gəlin indi müəyyən edək təyinin ifadə vasitəsini. Baxaq, birinci cümlədə deməli, dostu təyin oldu. Dost isimdir. Təyinimiz isimlə ifadə olunmuşdur. İkinci cümlədə onun bizdən aldığı təyindir. Təyinimiz feili birləşmə ilə ifadə olunmuşdur. Nə bildim feili birləşmədir? Baxın, onun bizdən aldığı əsas tərəf dığı şəkilsini, yəni feili sifət şəkilsini qəbul etmişdik. Bayaqda dediyim kimi, əsas tərəf feili sifət, məsdər, feili bağlama şəkilsini qəbul edib feili birləşmə olur. Və sonuncu, üçüncü cümləmiz eyni sözü təyindir və əvəzliklə ifadə olunmuş təyin hesab olunur. Həm də eyni sözü təyini əvəzlikdir. Təyini əvəzlik. Gəlin indi doğru cavab variantımıza baxaq. A variantı isim,
İsmi birləşmə, xeyr, bizdəki fe'li birləşmədir. A variantı getdi. B. İsim, ismi birləşmə. İsmi birləşmə ümumiyyətlə olan cavabları avtomatik olaraq çıxırıq. Baxın, C-də də ismi birləşmə verilib. D-də isim doğrudur. Lakin ikinci cümləni fe'li birləşmə olaraq deyil, əvəzlik olaraq vermişdir ifadə vasitəsini. D. Yanlışdır. Doğru cavab variantımız E variantıdır. İsim, fe'li birləşmə və əvəzlik. Əziz izləyicilər, bugünlük bu qədər. Əgər izahım sizin üçün faydalı oldusa, videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Hələlik!